Salamlar, bu Show Daily-in yeni bölümünə xoş gəlmisiniz. Mən Rəna Yüzbaşova Mən Mehri Əzizova və qarşınızda qonağımız Nərgiz Məcidli. Xoş gəlmisiniz. Salam, xoş gördük, xoş gördük. Nərgiz xanım, verilişimizə qatıldığınız üçün, bizə vaxt ayırdığınız üçün dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun. Mən təşəkkür edirəm ki, dəvət eləmisiniz, çağırmısınız. İnşallah bu gün də bir-birimizə, bizə də çox xoşdur. İnşallah bu gün bir-birimizə gözəl enerji ötürür. İnşallah. Söhbət eləyəcəyik doyunca qız-qıza. Bəli. Hazırsınızsa Nərgiz xanım, suallarımıza keçid eləyək. Başlayaq. Birazdan maraqlı oyunlarımız olacaq. Başlayaq. İlk sualdan başlayaq. Özünüzü 5 kəlmə ilə tanıda bilərsinizmi? Mən özümü milyon kəlmə ilə tanıdaram, bir kəlmə ilə tanıda bilərəm də, amma bilmirəm. Yəqin ki, birinci mənim adım çəkiləndə ağla gələn ilk söz enerji olar. 100 yox, milyon faiz enerjidən gedər söhbət. Prinsipiallıq, çox prinsipial insanam, həddindən artıq prinsipial insanam. Mən desəm ki, məsələn, ora qoyduğunuz kağızın mənə ziyanı var, mən yenə gedib o yanında oturacağam. Bax, o dərəcədə prinsipial. İnatçı başqa şeydir. Yəni, prosta mənə deməsinlər də ki, onu eləyə bilməsən. Təsir. Enerjik, prinsipial, sevgi dolu, hara gedirəmsə, mən çalışıram ki, o kollektdəki insanlar orada yadlıq çəkməsin. Mən də onlarla bir yadlıq çəkməyim. Tez uyğunlaşıram ora. Sonra çox xoşbəxt bir insanam. 7-24 gülürəm. Ürəyim gedir gülmək üçün, danışmaq üçün. Yəni, çox sevinirəm də. Belə qaçım, tullanım, düşüm, oxuyum, rəqs eləyim, hər şey tam mənlidir. Enerji adamısınız. Enerji adamıyam da, hə. Çox xoşbəxt yaşamağa çalışıram bu həyatı. Bir də sonuncu, yəqin ki, mühafizəkaram. Çox mühafizəkar bir insanam. Sevdiklərimə, dəyər verdiyim insanlara qarşı çox mühafizəkar insanam. Belə, 5 oldu. Bəs Nərgiz Məcidli kimdir? Nərgiz Məcidli özünün məqsədlərinə çatmaq üçün, xəyallarını gerçəkləşdirmək üçün sənətə başlamış kiçik bir qızcığazdır. İnşallah zamanla təcrübələrim vasitəsilə, işlərim vasitəsilə daha da məqsədlərimi doğru, belə özündən əmin addımlarla irəliləmək istəyirəm. Çox gözəl. Güzel. Davay. Nərgiz xanım. Sizin Nəzrin xanıma çox bənzədir. Ona görə də səhv salıram. Mən elə bura gəldim onu deməyə ki, Nəzrin xanımın necə deyim sizə, deyirəm Nəzrin xanımın dark vibe-ından sonra mənim bu golden vibe-ımı keçiş eləyəndə bildim ki 100% orada nəsə bir büdrənmə yaşandı, dedim ola bilər. Buradan Nəzrin xanımdan salamlar gəlir. Salamlayırıq. Nərgiz xanım, muğam, estrada, pop, rap sizin üçün ən çətin hansı gəlir? Mənim özümün ifam cəhətdən heç bir mənə çətin gəlmir. Yəni, mən dinləyərək nəyisə ifa eləməyi xoşlayıram. Hansısa bir mahnı çıxır deyək ki, mən onu o çıxan versiyada qulaq asmıram. Həmin ifaçının özünün ağzından eşitdiyim canlı versiyasına qulaq asmağı xoşlayıram. Daha çox live performanslara qulaq asıram. Və beynimdə onu otuzdururam, yerləşdirirəm, düşünürəm ki, mən bunu bu tərzdə də oxuya bilərəm, mən bunu bu formada da oxuya bilərəm. Və yaxud da ki, məndə bu tərzdə alınar, qoy yoxluyum kimisindən. Yəni, çalışam o barədə özümü sərhədləməyim, biraz təkmilləşdirim ki, görəsən bu da alınar məndə. Niyə deyək, alınar, olunmazdır ki, canım sağ olsun. Özünüzü sınayırsınız da. Amma yəni, məndə məncə heç bir çətin deyil. Mən biraz səsimə güvənirəm mən, ona görə. Ona görə mənim üçün okeydir. Ava. Nərgiz xanım, sizcə güclü səs texnikası olmadan uğur qazanmaq mümkündürmü? Güclü səs texnikası olmadan uğur qazanmaq istənilən versiyada mümkündür. Hər cür mümkündür. Heç səsi olmayan insan belə uğur qazana bilər ki, hal-hazırdakı dövrdə bu çox asan başa gələn bir şeydir, çox təəssüf olsun. Amma o texnika təbii ki, bir nöqtədə özünü göstərir. Olmaması boşluqla özünü göstərir. Bəzən ehtiyac da olur, bəzən mütləq də olur. Amma ki, yəni imkansız deyə bir şey yoxdur da. Amma mütləq dərəcədə o oldu, olmadı, insan uğurlu ola bilər. Yəni sadəcə o texnikaya baxmır. İnsan baxırsan ki, elə emosional oxuyur, elə içdən, elə ürəkdən baxırsan ki, texnika sıfırdır. Amma elə ötürür ki sənə, dəhşət ötürür deyirsən ki, bax, bu.
Belə deyim də, Nərgiz xanım, bir neçə gün mövzusudur. İfaçı xanımın oğlumla münasibət yaşamağını istəmirəm kimi düşüncələr barədə nə düşünürsünüz? Əziz xanımlar, analar, bacılar, xalalar, bibilər, nənələr, mənim rəfiqələrimin xanım dostları, tanışları, anaları, bacıları, xahiş eləyirəm. Okey, qarışanlara bu arada hörmətim sonsuzdur. Xahiş eləyirəm, övladınızın ömrünüzün axırına qədər onunla bir yerdə addımlamağını beyninə yeritməyin. Nə qızınızı, nə də oğlunuzu özünüzdən asılı və yaxud da özünüzün bir mütləq şəkildə parçası olmasıymış kimi beyninə məlumatlar ötürməyin, asıllıq yaratmayın. Məsələ, yəni tam mən o barədə rahatam. Mən o sözü deyən xanımı belə tanımıram. Bu mənim üçün heç bir fərq eləmir. Mən başa düşmürəm ki, bunu deyən bir xanım mənim sənət yoldaşımdır. Mənim anam yaşında bir xanımdır. Bunu deyən bir xanım və oğluna müğənni, ifaçı, vokalist almayan bir xanım efirdən gəlir mənə və mənim kolleqalarıma söz atır. Mən üstümə götürürəm, yəni öz üstümə götürürəm tam şəxsən. Mənə söz atır və gözləyir ki, mən buna oturum deyim ki, bu da danışır da, məsələn, boş-boşuna keçim. Yox, olmur elə, mümkün deyil. Ola bilməz. Nəyə görə? Bugün mən udacağam, sabah başqası çıxıb başqa söz deyəcək, o udacaq, o deyəcək, bu, hamısı susacaq. Niyə? Başım nəyə görə? Okey, sən durmamışıq sıraya ki, xahiş edirəm, alda oğluna, mən o qədər yoxluqdayam ki, xahiş edirəm, məni al oğlu, demirəm ki sənə. Sadəcə mənim çatmayan odur ki, nə olub ki, yəni o qədər beyinləri qalıb, özlərinin, xeyr, nə keçmiş, beyinləri qalıb, bax belə tamaşadan deyirəm, beyinləri qalıb özlərinin ətraf mühitində. Öz ətraf mühitləri necədirsə, ailələrini də ondan qoruyurlar. Mənim əlim qaynar suya deyir, görürəm ki, yandırır, mən deyirəm ki, olmaz. Çünki onun bir dəfə mən dadına baxmışam. Ətrafındakilərə ən yaxınlarıma deyirəm ki, olmaz. O da oğlunu elə qorumağa çalışır. Yəni, vaxtında yəqin ki, xanım özü barəsində o hərəkəti eləyə bilməyib. İndi bir neçə ildən sonra ailə həyatı qurub, boşandıqdan sonra çıxıb efirdə bura qədər sinəsini açıb, rahat formada mənə söz deyə bilirsə, mən də ona tam bu gözəl, qəşəng geyimimdə və möhtəşəm səsimlə tam ürək açıqlığına deyə bilərəm ki, heç kim heç nəyə məcbur deyil, birincisi. İkincisi də ki, yəni istəyirsiniz, gedin, yəni hansısa bir ölkənin prezidentinin qızını alın, oğlunu alın, heç mənim ilgi alanım deyil. Amma yəni o insan gərək çıxanda efirə ağzından çıxan kəlmələrin ağası olsun, köləsi yox. Onsuz da olmayacaqlar köləsi. Amma heç olmasa üçüncü şəxs kimi qıraqdan baxanda özünün keçdiyi yollardan da bir neçə dənə mən görmüşdüm. Bəziləri haqq verib nə deyirlər? Əslində düz deyirlər də. Nə var ki, xanım düz deyir də. Nə var ki burada? O da çalır. O bir dəfə o şeyi təcrübə eləyib də istəyir ki, öz oğlu o şeyi yaşamasın. Məsəl üçün onun oğlu gedib hansısa bir həkimlə, müəllimə ilə, hansısa bir dizaynerlə, istənilən peşə ilə məşğul olan bir xanımla ailə həyatı qursa, ki biz bilirik sabah nə baş verəcək. Bəlkə müğənni ilə quracağı həyatdan daha bədbəxt bir ailəyə sahib olacaq. İraq olsun, Allah hamıya xoşbəxt bir ailə nəsib eləsin təki. Yəni çox üzr istəyirəm ifadəmə görə. Elə məsələn bəzi son məqamlarda din söhbətləri açırlar, düzdürmü? Başı bağlı olan, Allaha ibadətini əsirgəməyən, ətrafımızda, içimizdə o qədər insanlar var ki, yəni pisliyin dalınca, qısqanclıq, baxıllıq, nankorluq, haqq yemək bir-birinin dalınca. Halbuki onun başım bağlıdır, Allah ibadət eləyirəm. Mənim digər tərəfdə yerim, mən gedirəm qarantiləməyə də, mən Allaha əsas ibadətimdir. Yəni ki, hər şeyi hamıya şamil eləməyə lazım deyil. Sən müğənnini bəyənmirsən, məni bəyənmirsən, ifaçı başqa bir kolleqamı bəyənmirsən. Mən özüm, yəni hal-hazırda 26 yaşım var, mən 16 yaşımdan bəri işləyirəm. Mən işləyə-işləyə öz ailəmə də baxıram, ailəmə də qatqım var. Özüm üçün maşınım da var, maşın almışam. Bunu, yəni, nə mənada deyirəm? Söhbət biri var ki, kimsə sənə dəstək olsun ya da kimsə gətirsin sənə, al bu pulu, get özünə maşın al deməkdən gedir. Bir də var ki, mən bu 10 ildə qəpik-qəpik yığdım, 2 ayağımı bir başmağa dirədim ki, mənim məqsədim var, mən gedəcəm. Bəzi şeylər vizual cəhətdən önəmlidir. Mən hər yerə, məsəl üçün, metro ilə avtobusla gedə bilmərəm, vizuallıq cəhətdən düz çıxmır, tədbirə
gedirsən, korporativə gedirsən, deyirsən ki, məni müğənni kimi ciddiyə almaqları üçün mən birinci gərək özümü o qədər ciddiyə alım, o qədər hörmət edeyim ki, kənardakı baxanda artıq mənə çox ehtiyatla yanaşsın, çox böyük hörmətlə yanaşsın da. Bu insanın özünə olan hörmətidir də. Mən demək, yəni uzun sözümün qısası çox uzatdım. Nəzrin özə çox danışan deyirdi. Mən ondan 5 metr çıxdım da. Xoşdur. Yəni uzun sözün qısası mən demək istəyirəm ki, elə o formada danışan, hamıya məsləhət verib hər şeyin yaxşısını bildiyini iddia edən insanların fikri vecimizə olmasın, amma reaksiyamızı da göstərək. Bu gün mənə, sabah başqasının bir qızına, sabah o birisinin oğluna, o birisinin oğlusunun uşağına, yox, mən icazə verə bilmərəm ki, məni, ətrafımı, ailəmi kimsə psixoloji cəhətdən təsiri ilə yesin, mundarlasın. Nəyə görə mənim anam efirə baxıb, bəlkə mənim anam yaşlı başlı bir qadındır da, məsəl üçün deyirəm, ya da anam, nənəm fərqi yoxdur. Nəyə görə mənim anam, atam, valideynlərim, nənəm, babam efirə baxıb deməlidir ki, hə, bu xanım çıxıb deyir ki, mən oğluma müğənni, ifaçı xanım almaram. O nəyə görə gedib başqa bir tədbirdə, konsertdə və yaxud da səhnə aldığı bir neçə restoranda gedib başqa kişilərin, başqa bir insanların qarşısında əylənməlidir, oxumalıdır, oynamalıdır. Bəlkə mənim anamın, atamın psixolojisi zəifdir. Həqiqətən çönüb mənə deyəcək ki, Nərgiz, bəlkə sən bu işi buraxasan. İndi mənim ailəmin də psixologiyası yerlə bir oldu. Mənim özümün xəyallarım da yerlə bir oldu. Onda bu ölkədə heç kim müğənni olmasın. Heç bir qız səsi varsa, istedadı varsa müğənni olmasın ki, falan kəsin anası məni almayacaq oğluna, mən nə edəcəm? Elə olsun, nə böyük dərd. Yəni, xahiş edirəm, kapatılın. Xahiş edirəm, kapatılın. Kəş ki, bu da düşüncələr, yəni, mənə bilsiz necə bir şeydir, filan kəs ayrılıbsa, filan kəs nəsə elibsə, elə bilirlər ki, biz də o taleyi yaşayacaq. Əslində Allah hər birimizə bir talihlər yazır. Biz hər insan talihini yaşamırıq. Allah bizə nə talih yazıbsa, onu yaşayırıq. Və ayrılırıqsa, təzədən barışırıqsa, bunu öz istəyimizə görə eləyirik. Təbii görə eləmirik. Elə olmalıdır. Yəni kim istəyər ki, xoşbəxt olmasın? Bir ki də heç kim istəyirindən belə bir məsəl söz var, istəyirindən getməz. Yəni kiminsə ailə həyatı qurub sonradan ayrılmağı da okeydir, ikinci, üçüncü səfər ailə həyatı qurmağı da okeydir, ikinci, üçüncü səfər ailə həyatı qurub yenidən uşaq dünyaya gətirməyi də okeydir. Bu yəni insanlıqdır da, biz nə ara ikinci səfər, üçüncü səfər ailə qurmağı, hələ birincinin davasını aparırlar efirlərdə. Niyə biz bunları normallaşdırmırıq ki? Yəni çox üzr istəyirəm belə bir şeyi, əgər ki məndən daha aşağı yaşda qız və oğlanlar izləyirsə, amma bunlar reallıqlardır. Biz Türkiyədə hər gün gündə bir cinayətə, gündə bir intihara oyanırıq, səhər yuxudan dururuq, görürük ki, bu qədər efirlərdə, radiolarda uşaq istismarı, intiharlar, qadınlara qarşı. Yəni bunlara səs çıxaracağımıza, insanları bunlardan soyutmağa çalışacağımıza kimsə çıxıb mən səhnədən söz atır, əsəbləşirəm. Yəni, özünüz gördüyünüz litsey məsələsində ki, bir övlad şagird müəlliməsini xəsarət yetirib və bilməm hal-hazırda vəziyyət qalır. Mən çox bilmirəm, amma desən vəziyyət ağırdır. Siz bunu düzəltməkdənsə, siz kiminsə ailə həyatına müdaxilə edirsiniz. Əslində çox yanlışdır. Dəhşət yanlış bir şeydir. Siz uşaqlarınızı zəhərlin bilin, sonra gəlin ailə kimis ailəsinə qarışır. Efirləri o vəziyyətə o aparıcılar salıblar. Dəvət eləmirlər qızıl, qiymətli, dəyərli müğənnilərimizi. Dəvət eləyirlər dünən çıxmış mı deyim və yaxud da ki, sadəcə bir neçə prosedur vasitəsi ilə özünü əl qata bilmiş hansısa bir xanımları dəvət eləyirlər. Ağzın danışını bilməyən, danışıq mədəniyyəti olmayan xanımları, bəyləri dəvət edirlər. Onlar da orada ağızlarına gələn kimi qışqırırlar, danışırlar. Cəmaatın söhbət dünya səviyyəsindən gedir. Niyə dünyaya açılmırıq ki biz? Dünya səviyyəsində elə verilişlər, elə efirlərə baxırıq da, elə podkastlar olsun, verilişlər olsun. Cəmaat efirdə o qədər gözəl istedad nümayiş elətdirir. Kimsə təzə bir nəfəs ortaya, istedad ortaya çıxan kimi aparıcılar o dəqiqə dəvət edirlər ki, filan kəs çıxdı, gəlin bunu çəkək də qabağa. Onsuz da bizim sənətə ehtiyacımız var. Onsuz da bizdə gəlin bu söhbət maliyyədən də getmir. Oturmuşuq deyə bir otağın içində. Bəlkə də bu videonu yükləyəcəksiniz, məsəl üçün deyirəm. 10 nəfər izləyəcək ya da ki 10 milyon izləyəcək məsəl üçün. Görürsüz, hər şey
şansa, istedadın irəliləməyinə baxır. İstedad olan yerdə də həmişə şans var. Həmişə şans var. Bunu kim nə deyir desin. Əgər bir insanın içində istedad varsa və özünə xırda da olsa güvənirsə, həmişə orada şans var. Cəmaatın efirlərinə baxsa, elə gözəl bizim efirlərimiz ərim belə gəldi, kürəkənim mənə belə elədi, baldızımın nə bilim, Bundan həzz almıram baxdıqca. Heç baxmaq istəmirəm televiziyaya. Eyni simalar dəvət edirlər. Axırıncı səfər sizin nə zaman yadınıza gəlir? Məsəl üçün deyirəm, Flora Kərimovanı hər hansı bir efirdə, aktual efirlərin birində görməyiniz. O xanım bizə necə gözəl, zəngin, belə deyim, mahnı xəzinəsi, musiqi xəzinəsi buraxır. Özünün arxasınca gəlirik biz. Axırıncı səfər o nə vaxt dəvət olunub, mənim yadımda deyil. Məsələn, Brilliant Dadaşova nə vaxt dəvət olunub, yadımda deyil. Söhbət indiki müasir estradadan getmir. Müasir estradamızdan da çox bəyəndiyim isimlər var. Onlar yetərlincə dəvət olunur. Yəni söhbət məni sıxır, əsəbləşirəm ki, yəni mən nəyə görə bizim məsəl üçün evimizdə televizor açılmır, televizor istifadə olunmur qətiyyən. Onsuz da internet, sosial şəbəkələr yetərincə burdadır. Yetərincə burdadır. Sadəcə adam əsəbləşir. Deyirsən ki, mən işləyirəm. Gedirəm tədbirimdir, konsertimdir. Oxuyuram, minlərlə adam mənlə bir yerdə əylənir, deyir, gülür. Hamımız gözəl enerji yaşırıq. Gəlirik evə, əlimi qoyuram əlimin üstünə, televizor açıram, kimsə mənə söz atır. Axı nəyə görə? Nəyə görə? Axı mən sənin kimi insanlara bunu aşılamıram. Mən sənin kimi insanlara üzr istəyirəm, bunu aşılamıram. Mən çıxıram səhnə mədəniyyətimlə birlikdə, normal geyimdə, keçimimdə, danışıq mədəniyyətimlə durub mən insanlara istedad sənət aşılayıram. Nisbət enerji ötürürsünüz də ki, hər kəsin keyfi açılsın. Mənim aşılama səbəbi, mənə kimsə pul verməyib ki, Nərgiz xanım, sizin məsəl üçün səs biliklərinizdən nə bacarığınız varsa, mən ondan yararlanmaq istəyirəm, al bu pulu, gəl onun qarşılığına. Mənə kimsə nəsə vermir ki, mən onun qarşılığında özümü öldürüm. Mənim özümü öldürmə səbəbim mənim işimə olan sevgimdir. Sən durub burada mənə deyə bilməzsən ki, nə olur, gəl, oğluma gəlin ol. Sizcə Azərbaycanın dinləyici keyfiyyətli musiqini ayırd edə bilir? Azərbaycan dinləyicisi keyfiyyətli musiqini kütlə məsələsi var. Təəssüf olsun ki, çox əksər insanlar ayırd edə bilmir keyfiyyətli musiqini və yaxud da insanların keyfiyyət anlayışı fərqlidir. Bir mahnı onun zövqüncədirsə, o deyir ki, çox keyfiyyətli mahnıdır. Musiqiçi baxır, deyir ki, bu keyfiyyətli mahnı deyil, sadəcə gündəmdə olan bir mahnıdır, ona görə də buna elə yanaşırlar. O zövq məsələsidir. Zövqü keyfiyyətdən ayıra bilmir deyə dinləyici. Bəzi dinləyicilər. Ona görə də ona yanaşmaları fərqli olur. Məsələn, mən bir mahnıya qulaq asıram, gündəmdədir. Deyirəm ki, hə, nə gözəl mahnıdır. Zövqlü mahnıdır, yəni mənim zövqümcə olan mahnıdır. Amma ona hansı bir professional aranjmançı, mix mastering eləyən, mahnını ərsəyə gətirən və ya da bəstəkar qulaq asır, nə mahnıda çıxardıblar, nə olsun gündəmdədir. Prosta bir gün içində düşdü. Amma keyfiyyəti deyil axı. Yəni onu ancaq professional artıq baxmır o keyfiyyətli musiqiyə. Müasir dövrümüzdə keyfiyyətli musiqiyə önəm verən yoxdur ümumiyyətlə. Mən elə düşünürəm. Qatılamam mövzuya. Elə də əslində. Çox təəssüflüyüz. Nərgiz xanım, bir mahnını oxuyandan sonra demisiniz ki, kaş ki oxumazdım. Bir mahnını oxuyandan sonra demişəm ki, kaş oxumazdım. Söhbət öz mahnılarımdan gedir, ümumiyyətlə hansı fərqi yoxdur. Kaş oxumazdım. Hə, demişəm. Çox təəssüf olsun ki, demişəm. Deməliyəm o mahnını. Zəhmət olsun. Yəni istəyirsiniz deyin, istəməyin. Necə uyğundur sizə? 2024-cü ilin may ayında EP albomum çıxmışdı. Tərkibində 4 mahnı var idi. Albomum Qayıt ömrümə adlanırdı. Oradakı Qayıt ömrümə single'ın özü mənə aiddir. Söz musiqisi. Sonra Kör-Köranə var idi. Onun da söz musiqisi mənə və Prometeya aid idi. Şeyla xanımın Sev mahnısı var idi. Onu yeni formada cover eləmişdim. Çox gözəl formada. İnşallah dinləyənlər varmı aramızda bilmirəm. İnşallah ki, dinləmiş olarsınız. Onu cover eləmişdim və bir dənə də Lövbər adlı mahnı yazmışdım. Xoşbəxt olduğumu zənn elədiyim toksik bir zamanda yazmışdım.
çox təəssüf olsun ki, bugünkü gündə deyirəm ki, kaş o mahnını yazmazdım, kaş o mahnını oxumazdım. Yəni hətta elə oldu ki, işlərim irəlilədikcə və daha professional bir şirkətlə işləməyə başladıqca istəyirdim dedim ki, müraciət eləmək istəyirəm şirkətimə ki, o mahnı olar ki, hər yerdən siləsiz. Sonra dedim ki, qalıb daşır. Deyirdim ki, yəni qalıb da, yəni albomumda ən az qulaq asılan mahnı idi, amma mənim üçün ən sevdiyim mahnılardan idi, özəl idi. Demişdim ki, onsuz da qulaq asan az adam vardı. Şurası ki, mən silinməsi qərarına verəndən sonra o başladı bu mahnı yavaş-yavaş irəliləmək. Gördüm, bir gün onun storiesindən, bir gün onun storiesindən falan. Zamanı deyil, təzə canımı qurtarmışam. Bu deyil, bu deyil. Bu düzgün zamanlama deyil, xahiş edirəm. Tamam. Nərgiz xanım, günümüzdə bir mahnı hit olması üçün bloger və yaxud influencerın paylaşımı bağlıdır. Ay mama. Çox təəssüf olsun ki, onların qatqıları var. Və mən bir əlin barmağını keçməyəcək sayda blogerdən başqa digər blogerlərin ümumiyyətlə öz vəzifələrini sıradan demək, ümumiyyətlə icra eləmədiklərini düşünürəm. Bir dönəmləri var idi daha doğrusu blogerlərin. O pandemiyadan sonra, pandemiya ərəfəsində daha doğrusu başladı və bir neçə il davam elədi. O boşluqdan istifadə edib insanlar müğənni oldu, o boşluqdan istifadə edib insanlar bloger oldu, o boşluqdan istifadə edib insanlar həkim oldu və istənilən peşəni yazırlar. Sadəcə o donma anı var idi. İnsanlar ya oradan key kimi çıxacaqdılar, sıfırlanmış formada, ya da ki özlərini sıxıb nəsə eləyib yeni bir həyata qədəm qoyacaqdılar ki, blogerlər o vəzifələrin başında gəlir. Çox təəssüf olsun ki, insanlar indiki dövrdə də fikirləşirlər. Günün bu günü də düşünürlər ki, nəyinsə irəliləməsi üçün, partlaması üçün, gözə girmək üçün blogerlərə ehtiyac var, yoxdur. Vallahi yoxdur. Blogerlik paltar giyinib, dəyişib, soyunub, onu reklam eləyib, kargo açmaqdırsa, istənilən xanım onu eləyəcək, istənilən qız onu eləyəcək. Evim dolu paltardır. Gündə bir dənə video çəkim, $10 vurum reklamı, qlobal markalara qədər gedib çataram. Prinsipə girim, hamısını eləyərəm. Amma çox sayılı blogerlər var. Kimsə üçün mən istəyərəm. Mən bəlli bir yaşa qədər bilmirdim üzümə hansı makyaj məhsulları düşür. Mən bəzi blogerlər araşdırdım, gördüm ki, bu istənilən üz üçün məlumat verir, istənilən dəri tipi üçün və yaxud da ki, o özü istifadə eləmədiyi, özü məsləhət görmədiyi bir şey pul qarşılığında eləmir də, reklam eləmir. Bu adam tam səmimi davranır, tam da səmimi özünü aparır. Nəyə görə mən yəni izləyici kimi aldanmalıyam ona ki, nədir, ona PR paket gəlib, reklam gəlib və s. belə axır. Və o bloger toplumundan istifadə eləyib mahnılarını PR eləyən müğənnilərimiz də var. Gedib rəfiqəlik eləyirlər, dostluq eləyirlər, tanışlıq eləyirlər, müəyyən bir məclislərdə bir araya gəlirlər stollarda. Mən sən falan yerdən tanıram, mən də sən falan yerdən. Əgər sən bugün mənə reklam elə, mən də sən bugün reklam eləyim. O insan işi rəzalət iş belə olsa, bloger onu elə bəziyə reklam eləyir, reklam eləyir ki, və blogeri izləyənlər kimdir? Evdə oturan, boş bekar xanımlar, hamıya aid deyil, xahiş edirəm, üstümə qaçmayın sonra, bunu görüb, üstümə gəlməyin, hamıya aid deyil. Universitet həyatına yeni başlamış, yeni yetmə və yaxud da ki, gəncliyə təzə başlamış tələbə xanımlar, daha çox blogerlər istəyirlər və evdə oturan işsiz, gücsüz qadınlar. Ancaq oturub baxıb izləyirlər. Mənim o qədər bəyəndiyim, hörmət elədiyim sayılı blogerlər var ki, insanı istənilən mövzuda linçləyirlər. Bu artıq öyrəşilmiş bir şeydir. Yəni çıxıb efirdə özünü çölə qoyub və yaxud da ki, çıxıb efirdə ağzını danışını bilməyən aparıcılara, müğənnilərə bir söz deyən yoxdur, tədbir görən yoxdur. Amma məsəl üçün çıxıb blogeri, müğənnini, bu meşə çaqqalsı olmur söhbəti var da. İstənilən peşədə çaqqal da var, istənilən peşədə şir də var. Sadəcə mən onu yəni eləyə bilirsə can qurban. Amma mən məsəl üçün mahnı çıxardıb birinci
demərəm ki, atın blogerlərə qoy paylaşsınlar. Niyə görə mənim dinləyicim blogerdən gəlməlidir ki? Mənim dinləyicim musiqidən gəlsin, sənətdən gəlsin. Məni dinləyən bir adam olsun. Və yaxud da ki, məni kəşf eləmiş bir insan olsun. Desin ki, hə, belə bir xanımın səsini eşitmişəm radioda. Radiolar niyə təzə iş buraxmış? Cavan ifaçıların, müğənnilərin işlərini az verirlər. Bax, buradan radio aparıcılarına səslənirəm. Mənim bütün mahnılarım bütün radiolarda var. Amma mən 7-24 deməyim, yəni 7-12 maşın sürən bir adam olaraq, maşından istifadə edən bir adam olaraq mən radiolarda öz mahnıma çox az qulaq asa bilirəm. Heç həftədə 2 dəfə raftıma çıxır yoxsa yox. Baxırsan ki, standart eyni adamlar, eyni mahnılar, eyni musiqilər ancaq irəliləyir. Nəyə görə? Bəlkə hansı bir kiminsə atası maşınla yol gedir. Bəlkə mənim məsəl üçün deyirəm. Bax mahnım, Aygün Kazımovanın Matros mahnısını yeni versiyada ifa eləmişəm. İndi Aygün xanımın 2-ci albomu çıxmalıdır inşallah. Orada çox sağ olun. Orada Matros mahnısını yeni formada təqdim eləmişəm. Bəlkə kiminsə keçmişdəki matrosla bu ildəki matrosa qulaq asmağa və yaxud da ki, bu ilki matrosa qulaq asıb keçmişdəkini yada salmağına ehtiyacı var idi. Belə bir mahnı var idi. Nə gözəl yeni versiyada təqdim eləyiblər. Niyə sən belə yanaşma eləmirsən? Bir də ən zəhlim gedən yanaşma nədir? Bu da təzə çıxdı. Müğənnimiz az idi, bu da təzə gəldi. Yəni ki, mən məcburam ki, estradanı, yəni 10 nəfər müğənni ilə aparım. Estradamız ancaq buradan da sevirəm, bağrıma basıram, öpürəm. Estradamız ancaq Röya xanımdan, Aygün xanımdan və yaxud da digər ifaçılardan ibarət deyil. Yeni ifaçılarımız da var, yeni səslər var, yeni istedadlar var, yeni nəfəslər var. Bu qədər gözəl. Eurovision'a biz neçə ildir ki, mahnı veririk, təqdim edirik və s. O, yəni siyasi bir yarışmadır. Heç mən ora qatılmıram, nə mən də qatılmıram. Yəni ki, o siyasi fikirlərə qatılmıram. Belə çox istəyirəm Eurovision'da ölkəmizi təmsil etmək, inşallah qismət olar. Eurovision'a mahnılar falan təqdim edirik. Məsəl üçün, nəyə görə keyfiyyətli mahnı göndərə bilmirik bir neçə ildir? Və yaxud da nəyə görə yeni müğənnilər göndərə bilmirik? Star işığı deyilən bir termin var. İstəyirsiniz inkar eləyin. İstəyirsiniz mənə özünü bəyənmişliyin egoist deyin. Yəni, bu mənim üçün heç önəmli bir fikir deyil. Hörmətlə yanaşıram. Bir insan sevilirsə, onda deməli o ulduz işığı var ki, bu bacarır da bu işi. Bu 2000-3000 adamı heç kim bekarlıqdan yığmayıb bir yerə ki, gəlib bu adama qulaq as. Bu adamlar öz xoşluğunla gəlib qulaq asırlar. Amma yox, bu adam dinlənmirsə, o sadəcə gedib bir dənə gecədə açdığı bir yayınla, başlatdığı bir mahnı ilə məşğul olubsa və onlardan gətirə bilmirsə, söhbət istedadı olmayan insanlardan gedir. Yəni, onun reklamına görə qabağa getməyin, reklamdan istifadə etməyin ehtiyacı yoxdur. Son zamanlarda bəzi sözlər gedirdi ki, filankəsi Eurovision'a yenidən göndərsək necə olar? Gedər, bəlkə bu səfər özünü daha yaxşı təqdim edir. Nəyə görə? Zaten özünü gözəl təqdim edib, hər kəs bilir. Lap eləməyib, özü bilər. Eurovision'a bir insan, əgər kasadlığımız yoxdursa, ikinci səfər niyə getməlidir? Yəni, nə mənə getməli deyirəm? Yəni, biz mən nəyə görə getməməli deyirəm? Çünki biri var deyim ki, kasadıq, istedadlı adam yoxdur, bilmirlər kimi göndərsən, təzədən get göndər. Bir də var ki, yeni nəfəs o qədərdir ki, mənim o qədər vokalist, o qədər gözəl səs imkanı olan rəfiqələrim, dostlarım var ki, Eurovision mahnı təqdim edən o qədər dostlarım var idi ki, nədir, sadəcə təzə olduqları üçün, enerjiləri yetmədikləri üçün və axı insanlar biraz tülkülü istəyir. Mən diribaşamsa, bir deyəni 5 cavab qaytarıramsa, özünün əmini danışıramsa, deməli, hə, mən gedərəm orada partladıb gələrəm. Amma bir də var ki, mən təbiətim o sakitcə, mən buyurun, istedadım var, amma mahnımı təqdim eləmişəm. Hə, qulaq asarıq, lap yaxşı. Çünki görürsən ki, yəni bu tam açıq da, yəni bu gizli olan bir şey deyil. Yəni məncə bu heç kimdən gizli bir şey deyil, bu hamının bildiyi bir şeydir. Yəni onu düşünürəm ki, lazımdır ki, bəzən gənclərə, cavanlara dəstək olmaz. İndi bəlkə o işıqlarını söndürməmək lazımdır. Bəli, indi məsəl üçün hamı deyirdi ki, hə bu Orxan olmadan, Orxan olmadan bu nə edir? Orxansız. Dostlar, mən Orxandan qabaq da səhnə alırdım. Sadəcə Allah elə gətirdi ki, mənim həyatım 180 dərəcə dəyişməli oldu və bizim Orxana yolumuz kəsişdi. Mən gedib Orxanın evinin qapısında yatmırdım ki, Orxan nə olar? Eşitdim ki, fazla deməyəsən.
Mən çağırdım, mənim partlatmağa ehtiyacım var demirəm ki, deməmişəm də. Elə olub da deməli bu Allahın işidir də. Görürsüz istedad olan yerdən şans doğdu. Əlbəttə ki. Anidən elə oldu ki, bir kimsə gəldi, Sizdə. gəldi mənim tanışım Orxanın tanışı çıxdı. Orxan dedi ki, mən konsert verəcəyəm. O dedi ki, belə bir qız tanışım var. O gəlsin vokalistlik eləsin. Hə, gör nə gözəl səsi var. İstəyirsən gəlsin. Hə, gəlsin. Bizim Orxanla ilk tanışdığımız ərəfəsi 10 dəqiqə olub. 10 dəqiqə mən biz elə bildik işimiz uzun çəkəcəkdə. Mən gəldim Orxanın yanına, studiyada tanış olduq Mikproda. Dostlarımız, tanışlarımız hamımız yanında. Orxan dedi ki, 1-2 dənə mahnı var məndə. İstəyirəm ki, onu oxuyasınız Nərgiz xanım. Görüm ki, repə uyğunlaşır səsiniz yoxsa yox. Mən dedim ki, Əfsiyodan Nərgiz, sən getdin, sən rep nədir? Mən az rep fanatı deyiləm, amma bəzən qulaq asıram da. Mən dedim ki, mən necə eləyərəm bunu, necə alınır görəsən məndə. Girdim studiyaya, mənə dedilər filan şey oxumalısan. Girdim, oxudum 5 dəqiqə, 6 dəqiqə. Əslində 3-4 mahnı yoxlamadı. 2 mahnı yoxladı, Orxan belədir, okeydir, getdi. Yəni bu adam gördü. Bu adam çünki sənətçidir. Əlbəttə. Söhbət reperdən, müğənnidən, muğam ifasına ayırmıram. Ayırmıram. Rəssam belə olsa, bu adam dizayner belə olsa, istedadlı bir insandan gedir söhbət, əlindən iş gələ bilən insandan gedir söhbət. İstedadlı olan insan o biləcək ki, o usta o daşın üstünə yaxşı qoyur. Kör gör məsələ var da. Yəni deməyə çalışıram ki, indi düşünməsinlər də. Mən Orxanla qabaqda səhnə alırdım. Orxan gəldi, həyatımız dəyişdi. Biz bir yerdə konsertlər. Məsəl üçün Orxanla bizim yolumuz kəsişməsəydi, biz ona ilə konsertlər verməsəydik, Azərbaycanda konsert mədəniyyətinin necə olduğundan mən xəbərim yox idi. Mənə görə konsert ancaq kiminsə çıxıb efirdə fonoqram oxuması idi. Nə fonoqram? Biz aylarla məşq eləyirdik, özümüzü qoyurduq. Mən sistemdəki iynənin son damcısının düşüb qolundan çıxardıb məşqə getdiyimi xatırlayıram da. Yəni bu insani şeylərdir, normal şeylərdir. Nə qədər yorğun da olsan, nə qədər psixoloji dərəcədə biraz çöksən də, sən əgər ki sənə baxan 3000, 4000, 10, məqsədin varsa, 5, gözün qarşısında birinci özünə, sonra özünü o dinləyicə sübut eləməsin. Bu da yenə qarşılıqlı hörmətdən irəli gəlir. Yəni düşünməyin ki, hamı hazıra nazır gəlib və də ki, mənim səsim olmasaydı, bu şansların heç birini dəyərləndirə bilməzdim. Mənim səsim olmasaydı, yenə deyirəm, bugünkü gündə mən nəyə nail olmuşamsa səsimin hesabınadır. Yəni mən Orxanla qabaq tanıyırdınız, yox. Məsəl üçün də tanıyan çox az adam var idi səhnələrimdən məsələ baxır. Mən Orxanla qədər istəsəydim başqa şeylərdən istifadə edib gedə bilməzdim qabağa. Elə istəyərdim, elə eləyərdim ki, heç kimin deyərdim ki, hamı necə mən deyirəm, gedərəm də qabağa. 4 ildir bu işin içində olan adamı yenə də çox az adam tanıyır, görürsünüz. Yəni 4 ilə saxlamazdım özümü. 1 ilin içində mən partladardım. Amma mən başqa formada istəmədim. Mən istədim ki, qıraqdan məsəl üçün danışıqlar, pullar, saxlayanlar, saxlamayanlar, onları mən dəf elədim. Dedim, yox, mənim bilən yolum var. Məqsədimə öz səsimdən, öz istedadımdan gedəcəm, vəssalam. Dəstək olursunuz, olun. Olmursunuzsa, olmursunuz. Yaxşı yox sizə. Bay. Gözəl. Nərgiz xanım, sizcə təhsili olmayan ifaçılar sənətə zərər verir? Yox. Mənim musiqi təhsilim yoxdur. Sizə ziyan verirəm. Əksinə xoş. Mən musiqi təhsili yoxdur, olmağını çox istəyərdim. Bu arada bilməyənlər üçün deyirəm ki, mən ali təhsilliyəm. Azərbaycan Dillər Universiteti Alman dil müəllimliyi bitirmişəm. Bəli, mən müəllimliyimin arxasında gedə bilərdim. Müəllimlik var. Heç yoxdur. Var. Nə bilim, yəni istədiyim bir peşə idi, daxil olmaq istədiyim bir peşə idi və oldum da. Mən dil öyrənməyi çox sevən bir insanam. İngilis dilim yüksək səviyyədədir. Alman dilini unutmuşam artıq 4-5 ildir də bitirmişəm universiteti. Heç yadımda da istifadə eləmədikcə insan yadımdan çıxırdı. Hə. İstifadə elədikcə yadımdan çıxırdı. Qalsın istifadə eləmədikcə. Mən universiteti bitirəndən sonra mən universitetə qəbul olduğum ərəfədə həm də işləyirdim, absent olaraq işləyirdim. Öz illiyimi çıxarmaq üçün işləyirdim. Yəni istəmirdim də yük olum ailəmə. Yəni bu məcburiyyət deyildi, amma sadəcə mənim özüm içindən gələn bir şeydi. Sağ olsun mənim valideynlərim də mənə çox yaxşı baxıblar. Mən dedim ki, mən işləmək istəyirəm və universitet bitənə qədər mən ofisant kimi işlədim. Çox şükür Allaha ki, o temponun arasında heç kəsirim də olmadı, nə qayıbdan və yaxud nə dərslərdən. Çox yaxşı dərəcədə də bitirdim universiteti, qırmızı diplomla olmasa da.
Sadəcə mən istəmirdim ki, mən əziyyətsiz böyüyüm də. Mən görmək istəyirdim o əziyyəti, zəhməti. Mən əlimi daş altına qoymağı sevən insanam ki, mən nə vaxtsa yoluma o daş çıxanda onu parçalaya bilim. Sonra həzz dadmaq Çox, yəni mən o şeyi sevirəm ki, yəni yenə də deyirəm, mən özümə sübut eləmiş olaram. Mənim başqasından nə işim var ki? Mən universitet bitirəndə ofisiant işlədiyim restoranların birində, çox sevdiyim bir restoran, 4 il orada işlədim ofisiant. Bir məkanda 4 il işləmək nə deməkdir? Mənə görə gələn daimi müştərilərimiz var idi, ailələr var idi. Orada canlı musiqi də var idi və canlı musiqi mənim səsim olduğunu bildiklərinə görə canlı musiqiyə bəzən məni çağıran, dəvət edən, buna görə hətta pul təklif edən müştərilər də var idi. Deyirdilər ki, biz məsəl üçün ailəmizlə, dostlarımızla falan Nərgiz xanımın səsindən olar bir parça bir şey eşitdik. Təsəvvür edirsiniz, mən önlüyümü açırdım. Parnozu tez qoyurdum. Önlüyümü açırdım. Elə sevinə-sevinə gedirdim, bir kağız oxurdum. Hamı belə kiçik bir kafenin, restoranın içində kiçik bir ailə kimi təsəvvür edin də. Yəni bunlar özləri gözəl xatirə olaraq mənim yaddaşımda şuur altında qalıblar ki, bəlkə də mən elə o vaxtdan insanların o enerjisini, ötürdükləri sevgini mən onu görməsəydim, bəlkə də elə xəyallarım böyük formada formalaşmayacaqdı. Bəli. Mən düşünəcəydim ki, ayda görürsən mən çıxıb səhnədə oxusam, insanlar pis baxmaz, demədilər ki, filan kəsin qızı çıxır səhnədə oxuyur, ona belə baxırlar. Yəni çıxan rəqs eləyən, ifa eləyən, rəsm çəkən, iş görən adama baxarlar da, o adam sənət göstərir orada, baxarlar. Mən amma onu elə düşünmürdüm və deyirdim, görürsən pis olmaz. Görürsən məni tanıyanlar, anam atamı tanıyanlar sabah bir gün küçədə onları görəndə deməzlər ki, sənin qızın oxuyur da, bilirsən, deməzlər filan. Sonra gördüm ki, mən necə dar düşünürəmmiş. Mən nə pis iş görürəm ki, niyə indi sən müğənniliyi və ifaçılığı o cür qiymətləndirirsən deyə mən oxumuyum. Mən içimdə bastırım istedadımı, sənətimi. Mən pis iş görmürəm axı. Niyə mənə özümə sənətimi sorğulatdırırsan ki, istedadımı sorğulatdırırsan ki? Ona görə də yəni mən oradakı canlı ifa ilə məşğul olan dostlarım da mənə biraz dəstək oldular. Ailəmin də təbii ki, ən böyük dəstəyi var idi mənə. Onlar vasitəçiliyindən mən universiteti bitirəndən sonra mən gördüm ki, universiteti bitirmişəm də. İndi mən qazanmağa davam eləmək istəyirəm, amma artıq ofisiant kimi istəmirəm də. Mən o şeyin dadına baxdım bir dəfə, gördüm ki, çox xoşuma gəlir ifa eləmək, oxumaq və insanları məmnun eləmək çox xoşuma gəlir. Elə ofisiant kimi o qədər illər işləməyimin səbəbi də insanları məmnun eləyə bilməyim idi. Mənə görə gələn insanları məmnun eləyə bilməyim idi ki, bir də gəlirdilər. Çox sevirəm insanlarla danışım, başa düşüm, bilim, məmnun olsunlar və razı getsinlər, xoşbəxt olsunlar. Belə bir-birimizə ötürək də o xoşbəxtçiliyi. Və mən universitet bitirəndən sonra dedim ki, başlamalıyam artıq oxumağa. Çox az məbləğə, çox uzun saatlarda oxuyurdum. Yavaş-yavaş playlist yığırdım. Müştəri yığmağa çalışırdım. Özümə kütlə. Müştəri kəlməsi biraz bizdə pis çıxır, amma yəni restorana gələn müştəridir. Bunu deyim, bunu birdən sinəsi açıq xalalar yenicə başa düşərlər. Restorana gələn müştəridir. Restorana gələn müştəridir. Orada işləyən isə işçidir. Və mən də ifaçı da olsam işçi sayılıram. Və mənə görə gələn müştərilərin olmağı normaldır. Necə ki, sizin getdiyiniz yerlərdə də var sizə görə gələn müştərilər. Mən dedim ki, onların dəstəyi də varsa da, mən dedim, onda qoy bunu davam elətdirim. 3 saat, 4 saat oxurdum çox aşağı məbləğə, amma mənim üçün təcrübə yığmaq lazım idi. Yəni, başqa yolum yox idi. Mən bu yola girmişdimsə də, yuxarını hədəfləmişdimsə də, səsimi təkmilləşdirmək istəyirəmsə də, bunu davam elətdirməliyəm. Yavaş-yavaş başlamalıyam, hardansa başlamalıyam da. Müdür olmaq üçün sən birbaşa müdür keçirmirlər, yavaş-yavaş pillə-pillə qalxırsan. Elə həmin bu sənət aldığım yerlərdə, sənət göstərdiyim, sənət aldığım yerlərdə çəkilmiş videolarımı yüklədim sosial şəbəkələrə. O sosial şəbəkələrdən görənlər, mənlə tanış olanlar, sənət camiasında olan insanlar və s. bilaxır. Onlar vasitəçiliyi ilə mənim Orxanla və digər müğənnilərlə, sənətçilərlə yolum kəsişdi. Çox şükür Allah ki, yəni yenə deyirəm, bu mənim özümün səbəbim olan bir şeydir. Heç kimin qatqısı əli olmadan. Və ona görə də mən düşünürəm ki, mənim əgər səsim varsa, təkmilləşdirmək istəyirəmsə, hər şey okeydir. Amma musiqi, belə deyim, anlayışının olmağı, musiqi texnikasının olmağı, təhsilinin olmağı çox önəmlidir. Yəni, mənim musiqi təhsilim yoxdursa, amma səsim gözəldirsə, bundan ötürü məni daşlaya bilməzlər ki, sənin musiqi təhsilin yoxdur, baxmayaraq ki, qəşəng səsin var, sən vəbşə oxuma, yox. O qədər təhsilsiz adamlar, toydan gəlib haralarda oxuyan adamlar var da, təhsili yoxdur.
tanıdığınız o qədər məşhur insanlar var ki, onlar məktəbə belə getməyiblər, amma elə məşhur müğənni olublar ki, onunla dəxli yoxdur. Ona qalsa mən deyim ki, onun musiqi təhsili var, amma cahildir. Məktəb oxumayıb, universitet yoxdur. O cahildir. Ümumiyyətlə onun insanlar arasında cəmiyyətdə yeri yoxdur ümumiyyətlə. Öncə gəldi müğənni oldu. O nə bilirdi məsəl üçün? Gəl 2 dənə not bilib gəldi müğənni olur. Yox, elə deyil. Mən ona görə sözümü ora gətirirəm ki, musiqi təhsilinin məncə sənətə zərəri yoxdur, əgər səsin və istedadın varsa. Müğənni olmaq üçün səs mi önəmlidir, yoxsa PR? Müğənni olmaq üçün indiki dövrdə PR. Səs o qədər də önəmli daşımır. İndiki dövrdə 100 yox, milyon% PR önəmlidir. Səs girdin studiyaya, bir saata sən elə gözəl səs yığırlar ki, deyirsən ki, bəs mən hamamda belə oxumurdum axı. Sən deyirsən ki, bu mən normal oxuyurammış. PR. Təsvir olsun. Acı gerçəklər dedim. Nərgiz xanım, ən sevdiyiniz duet hansıdır? Orxan üzr istəyirəm. Bağışla Orxan, amma təsəvvür edin ki, daha yaxşılarını eləməyə çalışırıq deyə eləyirəm. Təbii ki, ilk növbədə məni tanıdan, belə deyim də çoxluğa tanıdan təbii ki, Gəlgidəmə hansı olub. Orxan Alan deyir. Amma məsələ orasındadır ki, o mənim ilk dəfə məndən eşidilmiş bir mahnı deyil. 10 il bundan qabağın mahnısıdır deyə. O mənim duetim sayılmadığına görə onu keçirəm. Amma belə məni tanıdan mahnı Gəlgidək təbii ki, buradan Orxana da ailəsinə də salamlarımı göndərirəm. Ən sevdiyim duet inşallah bu yəqin ki, yayımlananda o veriliş artıq o mahnı onlayn olacaq. O bir həftə ərzində çıxmalıdır. Elə olacaq, həm bir həftə sonra yayımlanacaq bu. 2 həftə sonra. 2 həftə sonra. 3 həftə sonra. Ay, nə gözəl. Ən sevdiyim duet artıq sizlərlədir dostlar. Qardan Adam mahnısı oxumuşuq Notonla birlikdə. Çox sevdiyim bir iş oldu. Dünən klipin birinci hissəsini çəkdik, sabah da gedib ikinci hissəsini çəkəcəyik. Çox həyecanlıyam. Mən ən sevdiyim duetim. Çox sağ olun, təşəkkür edirəm. Ortada bir dənə də OKB-nin duetimiz var idi, vaxtım var, onu da çox bəyənirəm. Buradan OKB-yə də salamlar. Birazdan görüşəcəyik. Özü də çox yaxşı insandır. Orxan, onda da Orxandır bu arada. Bilməyənlər üçün. Mən bilirdim. Biz tez-tez bir araya gəlirik, danışırıq, deyirik, gülürük. Hətta neçə həftələrdir mən fırladır təzə mahnı. Hanı bəs təzə mahnı? Hanı? Onu da gözləyirik inşallah. Başqa arada kimdən duet oxumuşam? Allah, kimdənsə oxumuşamsa yadımdan çox biabırçılıqdır. Yəqin ki, yoxdur. Amma mənim ən çox sevdiyim bir Azərbaycanlı kişi sənətçi var. O özünü bilir. Ona Agil Kazımovanın ad günündə də biz bir araya gəldik. İlk dəfə idik mən onunla şəxsən tanış olurdum. Elçin Cəfərov. Buradan da salamlar göndərirəm. Yəni söhbət celebrity crush-dan gedirsə, yəni uşaq vaxtından bəri mən uşaq vaxtından dedim, yəni üzr istəyirəm, böyüymüşsünüz biraz. 20 ilə yaxındır ki, mən sizə qulaq asırdım Elçin bəy. Hətta 6 yaşımın, 1-ci sinifdən, 2-ci sinifdən bəri. Yəni nə mənada? Maşallah yaşlanmır. İş olsun ki, mən erkən yaşda ona qulaq asmamın səbəbi məhz Elçin bəyin sənətini dərk eləməyim deyil. 6 yaşlı uşaq nə dərk eləyəcək? Sadəcə mahnıları qulaq oxşamağına gedir söhbət. Olur da uşaqlar gəlirlər efirdə tanış bir yüz görən kimi deyirlər, onun təzə mahnısı və ya da bu falan kimi. 2 yaşında uşaq çıxır efirdə, yəni az qalan nələr danışır da. Mən də o yaşlardan bəri çox bəyənirdim onun səsini, sənətini, çox böyük özünə də hörmətim var, burada ona salam deyirəm. İnşallah qismət olsa, bunu istəyirəm ürəkdən və manifest edirəm ki, yəni əgər ki onunla duetim çıxsa, ondan sonra çıxacaq bütün duetlər, yəni ömrümün axırına qədər çıxacaq bütün duetlər arasında yenə də 50 ildən sonra bu sualı mənə versəz, deyəcəm ki, Elçin mənə olan duetim istəyir, yəni bu çox populyarlaşmayan, çox bir gecədə partlamayan və yaxud da ki, trend olmayan bir mahnı olsun, amma o mahnını məhz Elçin Cəfərovla bir yerdə ifa elədiyim üçün və o mənim uşaqlıq arzum olduğu üçün onu reallaşdıra bilməyim məni daha xoşbəxt elədiyi üçün deyəcəm ki, o mahnı. Məhtəşəm bir arzudur. İnşallah. Raya xanımın sorsuz partlayış elədiniz. İnşallah. Təki xeyirdir. Nərgiz xanım, siz səhnədə olarkən fanatınız sizinlə birlikdə səhnəyə çıxsa, necə reaksiya verərsiniz? Çox gözəl reaksiya verərəm. Yəni necə? Birdən-birə məsələn. Təbii ki, qorxaram. Çünki kimin hansı məqsədlə üzərimə gəldiyini bilmirəm. Bəlli deyil. Amma ki
bu az baş vermiş bir hadisə olmayıb. Baxmayaraq ki, mən möhtəşəm dərəcədə tanımıram, amma dinləyicilər var ki, istəyirlər daha da yaxın olmaq, daha da gözəl enerji ötürmək üçün, daha da sıx olmaq kimisindən. Hə. Ona görə də yəni mən elə şeylərə heç vaxt pis baxan adam olmamışam. Yenə deyirəm, mən sənət və səhnə barəsində həmişə xarici mediadan daha çox örnək götürürəm və görürəm də sənətçilər fanatlarla o qədər gözəl vaxt keçirdilər, o qədər şeylər bölüşürlər falan. Yoxsa bizimkilər kimi gəldi sənətçi nolla şəkil çəkdirim, gözlüyün kulislərdə çıxacaq, gözlüyün falan yerdə də çıxacaq, elə ötürə. Mənim sənətçi olan hörmətimdir. Mən demirəm. Əslində əksinə sənətçi əl çatan olmamalıdır. Amma bizdə artıq bəzi şeyləri dozasından artıq biraz yaydıqları üçün bizdə artıq o əl çatmama söhbətləri artıq qalıb keçmişdə. Cibimdə pulum varsa, hansı müğənnini nə vaxt istəyirəmsə çağıra bilirəm. Bu çox acı bir reallıqdır. Mən istəyərdim ki, bizdə konsertlər çox inkişaf eləsin. Çox inkişaf. Konsertlərdə sıraya düzülən fanatlar, dinləyicilər çox olsun. Əsl konsert ab-havası. Yəni bizim Coachella-dan, xariclərdə keçirilən festivallardan nəyimiz əskikdir. Məsələn, son bir neçə ildə sağ olsun Emin bəy Dream Fest keçirir Sibrizdə. Çox sevirəm Dream Festi. Hər yayda çalışıram ki, gedim xarici repertuarda dinlədiyim bəzi estrada müğənnilər var ki, onları gətirmişdilər. O qədər çox sevirəm. Gedirəm qulaq asıram. Əsl festival havasında. Yəni mən bunu nəyə görə ancaq yayda yaşayım? Qoy qışda da başqa bir festival olsun. Bəzən rayonlarımızda maraqlı festivallar keçirir. Məsələn, Moruq festivalı, Şərab festivalı və s. kimisindən. Bax, elə festivalları çox xoşduram. Amma gəl gör ki, millətimiz elə şeyləri hələ də tam öyrəşə bilməyib deyə, tam da dərk eləmir deyə nə olduqlarını və bəzi şeylərdə pul çox ağır basdığına görə tam açıq, aydın deyək bunları. Maliyyə cəhətdən bəzən sıxıntılar olur deyə bu festivalları çox eləmirlər də. Amma düşünürəm ki, gələcəkdə məncə bu barədə yolumuz açıldı. Mən elə düşünürəm ki, elə insanlar artacaq, o təşkilatçıları, festival təşkil eləmək istəyən insanlar sayı çox artacaq elə düşünürəm. Və xahiş edirəm mənim təşkilatçılar eyni müğənniləri dəqiqdə bir Azərbaycana gətirib, Azərbaycanın Bakı sumqayıtı yolu eləməyin. Təşəkkürlər. Nərgiz xanım, bu arada səhnə demişkən, bizim üçün və izləyicilər üçün gəl gedək mahnısını canlı ifadə edərsiniz. Eləyərəm, təbii ki, eləyərəm. Sizcə? Bu arada mən canlı oxuyuram. Gördüyünüz kimi. Canlı ifa eləyirəm, xahiş eləyirəm. Autotonsuz mahnı oxuya bilməyən və yaxud da fonogramsız səhnəyə çıxa bilməyən heç bir insan mənim səsimə rəy bildirməsin. Təşəkkür edirəm. Apar məni, sıxır bu qara şəhər məni, sahilə çırpılır dalğalar, bezmişəm canım apar buralardan, məni uzaqlara qar məni, yandırır titrədir ocaqlar, qapısı bağlı boş otaqda, qalmışam canım apar buralardan, məni uzaqlara. Çox gözəl, möhtəşəm. Təşəkkür edirəm. Çox sağ olun. Çox xoş deyirəm, hədsiz dərəcəsində. Çox gözəl yazı. Bu mahnını qoyuruq, uzun yol və gedirik. Hostun bütün üzvlərinə də buradan salamlar. Çox gözəl mahnılar yazıblar ki, hal-hazırda da yəni yenidən gündəmə gəlir və çox sevilir. Buradan onlara da salam. İndi isə eləmişəm içsək. Bəli, gözləyirəm. Zəhmət olsun. İndi isə maraqlı bir oyundan başlayırıq. Ay, nə gözəl sevirəm oyun oynamağı. Burada necədir? Elə bir kağızları, yəni belə deyim də, kağızları eləmişəm və eləməmişəm. Okay. Hansını ki eləmisiniz? Bu kartı verəcəksiniz. Deyəcəm, belə saxlayacağam ancaq. Çox güman ki, məndə də nəyi eləmərəm demişəmsə, hər şeyi eləmişəm. O heç bir zaman böyük dostlar, əgər çöldə deyiləmsə, dostlar, nəyi eləmərəm demişəmsə, hamısını eləmişəm. Başa düşdünüz? Çünki mən xaosa doymayan bir əqrəb bürcüyəm. Təşəkkürlər, sağ olun. Burası əsl tutuqluq idi. Eynən. İndi bunu kəsib qoyarıq. Atacağıq. Hadi, başla suallara. İndi isə suallarımız bitdi. Oyunumuz olacaq. Eləmişəm və ya eləməmişəm. Mən indi sizə suallar verəcəm. Siz də eləmişəm və ya eləməmişəm deyəcəksiniz. Sualım belədir. Öz zarafatıma hamıdan çox gülmüşəm. Mən. Xahiş edirəm.
Eləməmisiniz? Yox. Mən zarafat anlayışım yoxdur. Ancaq mən zarafatlarıma görə. Okey, zarafat anlayışı olmayan bir adam özünə daha çox gülməlidir, daha nəinki kənardakı yox. Hə, mən zarafat xoşdam. Hə, zarafat. Üzr Ancaq yaxınlar belə zarafat eləsə, ondan belə zarafatın arası yoxdur. Mən nə maraqsız. Hə, mən düşünürəm siz nədir? Hər O bizi zarafatın altında güldürür, bir güldürür. reallıq var. Yoxsa yox. Nəyə görə özünüzü balıq bürcü kimi aparırsınız ki? Siz oğlaqsız özünüzə gəlin, xahiş edirəm. Özümə gəl. Sən oğlaqsan, mən həmişə deyirəm. Sən oğlaqsan, özümə gəl. İşlər ziya girsin, sən kəndinə gəl. Bir dəqiqə oxumamışam mən bunu. Eksimlə barışıb rəfiqəmdən gizlətmişəm. Eksimlə barışıb rəfiqəmlə bir dənə xahiş edirəm. Dostlar, Nə oldu? X-dən next Next olmur. olmaz. Bunu bir də bir ağızdan deyək. Qızlar. Aha. Bir dənə vay. Qızlar. Qızlar. X-dən next olmur. Mən eləməmişəm çünki 24 saat bir yerdəyim. Yo, mən eləyərəm. Yəni əgər ki sevirəmsə o adamı, bəzi Hə. şeylər yarımçıq qalıbsa davam eləyərəm. Sadəcə ikinci səfər eyni həvəsi və istəyi vermir. Kim nə deyir desin, mən ölməyə o adamdan ötürü. İkinci səfər ona nəsə başlayanda əvvəlki həvəsi, istəyi qalmır. Mən bir də belə bir Qığılcımlar şey sönmüş olur. bağlanmış kitabı yenidən açma mənası yoxdur. Bəli. Çünki yaxşı olsaydı birinci dəfə yaxşı olardı. Düzdür. Mən düşüncəm də o deyil. Ola bilər, bir də istisnalar var. Eləsə Bəli. olur ki, ilk Allah. dəfədən alınmır, ikinci səfər elə gözəl, möhtəşəm. Məsələn, Aha, demək olmaz. mən gördünüz risk dayamam. Mənim elə tanışlarım olub ki, məsələn, xəyanətə uğrayıblar. Aha, həyat öyrüyorlar. Podkart. Ondan sonra sırf bok eləyəcəklər. Kəsin. Mənim tanışlarımın elə tanışları olub ki, məsələn, xəyanətə uğrayıblar. Aha. Amma sonra davam ediblər. İndi evlidilər, uşaqları da var. Allah xoşbəxt. Amin. Amin. Amma Allah heç kimi yox. Hə, onu deyirəm də, Allah heç kimi ondan Bəli, sağlasın. eynən. Yaxın dostlarıma atmalı olduğum storiyanı hər kəsə açıb paylaşmışam. Olub. Dostlar, mən məhz 2-3 nəfəri seçmişəm ki, nəsə göndərim, özəl olaraq da söz atmaq məqsədindən. Çaş 2 nəfəri seçmişəm. Elə olub ki, qrup açmışam. Və onların bir-birlərinə xəbər olmadıqları halda olub xəbərləri və mən söhbəti fırlatmışam ki, ərindim hamıya bir-bir yazmağa, ona görə şey elədim. Halbuki yəni orada yəni çox dərin mənalı yazır. Allahdan çoxsu baş çatmır. Hə, o məndə biraz yırtdım. Mən deməmişəm həqiqətən də. Aha. Amma siz olun, çaşıb qrup açmayın. Əsla. Ya onu eləməmişəm ancaq. Amma çaşıb story paylaşmışam həqiqətən. Olur da idarədə. Bir dəfə post qırmışam, o da ki, həmişə istəyirəm ki, eləməyim, amma bir dəfə post qırmışam. Olmalıdır. Mesajı oxuyub cavab verməmişəm, amma elə bilmişəm ki, cavab vermişəm. Beynimdə elə qrupa inanmışam ona. Bəli. Eləmişəm. Nə qədər inanmaq çətin olsa da, mən telefondan az istifadə edən bir insanam. Hə, necə bilmirəm, mən indi türk şriftlərindən də ekran sürəm 6-7 saatlı ya deyil də. Mən elə bilirəm ki, mənə bu dəqiqə kim vacibdirsə də, məndə ümumiyyətlə oxumamış bildirim yoxdur. Gələn kimi bütün bildirimləri oxuyuram. Yəni söhbət dəqiqədə bir Instagram, TikTokda yatmaqdan getmir. Önəmli bir bildirimdirsə, mən onun vaxtında, dəqiqəsində baxıram. Mən xoşlatmıram insanları gözlətməyi. Amma ki, o qədər iş güc arasında insanın bəzən beyninin donduğu və yaxud da kilitləndiyi bir vaxt olur ki, elə bilmişəm ki, yəni yazmışam mesajı, göndərə basmamışam. Amma elə bilirəm ki, mən də belə eləyirəm evdə. Mən niyə cavab yazmış görəsən? Sən yazmısan, hə, mən cavab görərsən sən. Əlimə alıram ki, heç göndərməmişəm. Sorry. 100 gün qabağında öz-özümə danışmışam. Hər gün danışıram. Tək 100 gün qabağında yox. Eləmişəm. Hər addım başı. Ürəyim gedir, mən gedim danışım, gedim gəlmir. Özdə ki, mən səsli danışmıram başımın içində. İçəridə bilsin nə qədər nərgizlər var. Doludur. Məndə mehrlər var. Sayını kaş ki bilsək nə qədərdir. Bir sualım var. İndi çatıram deyib gec qalmaq. Eləmişəm. Onu eləməyən var, yəni. Eləmişəm. Eləmişəm. Təəssüf ki, baş verir də Biz belə eləməmişik. hallar. Yəni mən zəng ediblər ki, mən bilirəm ki 15 dəqiqə olmam. Gördüm səni. Maşın saxlayım, gözə gəlirəm. Nədir olur? Mən də eləmişəm. Mən eləmişəm, amma çox insan eləmişəm. Bunu da buradan vurğulayım. Blok atmayın, mən xahiş edirəm. İnsan yaxın rəfəqəsini heç də eləyə bilmir. Düzdür. Zəngi açmayıb sonradan telefonum zayatkada idi.
olmaq demişəm. Sorry. Oldu. Eləmişəm. Baxır kimə də gəldi. Həqiqətən mən də eləmişəm. O qədər. Yalandan. Ürəyim nə vicdansız adamım mən. Biz toksik insanlar. Necə toksik insanam mən. İndi isə oyunumuz bitdi. Eləmişəm və ya eləməmişəm oyunumuz bitdi. Və son olaraq da verilişimizin layihə rəhbəri, həmçinin prodüseri Fəqan bəy Daşova dərin təşəkkürümüzü bildiririk. Və şərhlərdə bizimlə fikirlərinizi bölüşməyi unutmayın. Hər həftənin cümə günü 20:00-da qarşınızda olacağıq. Sağ olun.